Hamınıza salam dostlar, Tekro kanalından. Bu videoda Infinix Hot 60 Pro adlı telefon incələyirik. Əgər bu telefona marağınız varsa və almağı fikirləşirsinizsə, bu video sizə görə tam uyğundur. Ona görə də bu videoya ta axıra kimi izləyin ki, bu telefon haqqındakı bütün məlumatları əldə eləyə və almağa qərar verib verməyəcəyinizi düşünə biləsiniz. Dostlar, biraz dizaynla danışmaq istəyirəm. Yəni dizaynı olduqca mənim xoşuma gəldi. Baxmayaraq ki, mən Infinix modellərini çox da tanıtmıram, amma bu videoda mən bunun haqqında danışacağam. Özüm telefonlar haqqında məlumata sahibəm deyə bu videoları çəkirəm dostlar. Yəni telefon kifayət qədər gözəl görünüşə sahib olduğunu deyə bilərik. Kənar çərçivələrinə olsun, məsələn hamısı plastik olsa da yaxşı görünüş veriblər telefona. Rəng seçimlərimiz çoxdur dostlar. Yəni görmüş olduğunuz kimi ön çərçivəsinin də buradan incə olduğunu görə bilirik. Həqiqətən incədir və ekran da böyük görünür. 4G-ni dəstəkləyir dostlar telefonumuz. Helio G200 Ultra, yox, Helio G200 prosesoru mövcud olduğu üçün burada 4G-ni dəstəkləyir və keçən il istehsal olunmuş bu telefondur. 170 qram ağırlığında Corning Gorilla Glass 7 ilə ekran qorumamız var. Təbii ki, burada plastik çərçivə və plastik arxa səthə malikik. IP64 su sıçramalarına qarşı dayanıqlı bu telefon və 1.5 metr hündürlükdən düşəndə dayanır bu telefon. Elə bir məlumata sahibik. AMOLED bir ekranı olmağı yaxşıdır dostlar. G200 prosesorunun AMOLED ekranı yaxşı uyasıdır. Həm uzun müddət batareya gedəsidir, həm də siz bu prosesorda çox isinmə almayasınız. 144 Hz-lik bir ekranımız var dostlar. 2160 Hz PVM dəyərinə sahibdir. Bu yaxşıdır göz rahatçılığı üçün. 4500 maksimum parlaqlığa çıxır və dostlar, yəni bu ekran super ekranı var telefonun. Həqiqətən 440 ppi-lıq, yəni olsa sıx piksellərə sahibik. Helio G200 6 nanometrlik prosesora malikik dostlar. Bu prosesor gündəlik işlər üçün və oyunlar üçün orta səviyyə bir performans sizə vəd eləyir. Və bu telefonun daxili yaddaşı maksimum 256 GB yaddaş və 8 GB RAM olur. Bundan yuxarı dəstəkləmir. Bu prosesor həm də UFC 2.2-ni dəstəkləyir. Dostlar 2K 30 FPS, 1080p 60 FPS video çəkir. 50 megapiksellik kamerası ilə gündüz vaxtlarda yaxşı şəkillər çəkir. Ön kamerası f2.2. Nisbətən qaranlıqda yaxşı işlər çıxarmır. Ancaq 1080p 60 FPS, 2K 30 FPS video çəkir. Stereo dinamiklərə sahibik və qulaqsız girişimiz də mövcuddur dostlar. NFC-miz də mövcuddur və telefonu pult kimi də istifadə eləmək olur. 5160 mAh-lıq batareyaya malikik və 45 Watt-lıq zaryadkanı dəstəkləyirik və 10 Watt-lıq da telefonu zaryadka aparatı kimi istifadə eləmək mümkündür. Antutu benchmark xallarına gəldikdə isə 607.557 xal burada görünür və bu xal sizə gündəlik istifadə üçün yəni telefonu gündəlik istifadə edə bilməyiniz üçün kifayət qədər məsləhətlidir. Və telefonun görmüş olduğunuz kimi test sonrası 1.4 dərəcəlik isinməyə malik olduğunu görürük. Bu da telefonu çox isinməyən bir telefonlar kateqoriyasına salır və həqiqətən mənim xoşuma gəlir. Telefon haqqında mən son bir qərar verim, yəni rəyimi bildirim. Telefonu alın, həqiqətən yaxşı bir telefondur. Yəni ara üzü olsun, məsələn burada ara üzü olar XOS 15.1-dir. Bu da elə də ağır bir ara üzü deyil dostlar. Dostlar, telefondan bu qədər. Bu telefonu əgər almaq istəyirsinizsə, yəni uduzmazsınız mən elə düşünürəm. Dostlar, telefondan bu qədər. Özünüzə yaxşı baxın, sağ olun, salamat qalın. Videoya like ataraq kanala abunə olmağı unutmayın.